Bismillah. Necə edək ki, pulu düzgün xərcləyə bilək? Pulu düzgün xərcləmək çox qazanmaqdan daha çox düzgün idarə etmək bacarığıdır. Sadə və işləyən bir sistem qurmaq kifayətdir. Gəlirini böl, əsas qayda. Ən praktik üsullardan biri 50-30-20 qaydasıdır. 50% zəruri xərclər, kirayə, yemək, kommunal, 30% istəklər, geyim, əyləncə, 20% yığım və investisiya. Bu balans səni nə sıxır, nə də pulunu boş yerə dağıtmağa qoyur. İkinci, xərclərini yaz, ən vacib addım. Bir həftə belə yazsan görəcəksən ki, pulun harada əriyir, lazımsız xərclər haradadır. Sadə qeyd dəftəri və ya telefon qeydləri kifayətdir. Üçüncü, məqsədsiz pul xərcləmə. Özünə sual ver. Bunu almasam həyatım pisləşəcək? Əgər cavab yoxdursa tələsmə. 24 saat gözlə, çox vaxt istək keçib gedir. Dördüncü, emosional alışlardan uzaq dur. Ən çox pul itirilən yer budur. Stres, darıxmaq, kiməsə təsir etmək istəyi, bu hallarda alış-veriş etmə. Beşinci, özünə maaş ver. Gəlirindən əvvəlcə yığımını ayır. Məsələn, 20%. Qalanını xərclə, yəni əvvəl özünə ödə, sonra xərclə. Altıncı, ucuzdur deyə alma tələsi. Ucuz olan hər şey sərfəli deyil. İstifadə etməyəcəyin şey bərabərdir 100% zərər. Qayda, 7-ci qayda, az amma keyfiyyətli, ucuz və tez xarab olan əşyalara pul xərcləməkdənsə biraz baha amma uzun ömürlü şey al. Bu uzun müddətdə daha sərfəlidir. 8-ci, borcdan uzaq dur. Xüsusilə kredit kartı borcu, ehtiyac olmayan kreditlər, bunlar gələcək qazancını indidən yeyir.